Salam, hər vaxtınız xeyir olsun. Dəyərli CBC FM dinləyiciləri, efirdə gündəlik verilişi studiyada Ramil Qasımlıdır. Gündəlikdə Azərbaycan-Çin əlaqələrinə nəzər salacağıq. Belə ki, bu əlaqələr xüsusilə region üçün böyük əhəmiyyətə malikdir. Xüsusilə qeyd etmək lazımdır ki, bu münasibətlər son dövrlər yüksələn xətlə inkişaf etməkdədir. Yeri gəlmişkən Azərbaycan prezidenti İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibəsində iki ölkə arasındakı sıx dostluq əlaqələrinin əhəmiyyəti ilə bağlı mühüm məsələlərə də toxundu. Onu da qeyd edim ki, dövlət başçısı Çin Xalq Respublikasında dövlət səfərindədir. Bu səfərin mahiyyəti və siyasi əhəmiyyəti də təbii ki, çox geniş spektrləri əhatə eləyir. Səfər çərçivəsində Pekində Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının sədri Si Jinpinlə geniş tərkibdə görüşü reallaşdı. Eyni zamanda prezident İlham Əliyevin və Si Jinpinin iştirakı ilə Azərbaycan-Çin sənədlərinin imzalanması mərasimi olub. Ümumilikdə 21 sənəd imzalanıb. Xüsusilə diqqət çəkən məqamsa bugün Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında birgə bəyanatın imzalanmasıdır və bu da təbii ki, özlüyündə region üçün geniş perspektivlər vəd edir. Dəyərli dinləyicilər, daha ətraflı telefon xəttindəki müsahibimiz millət vəkili Jalə Əliyeva ilə danışacağıq. Jalə xanım, salamlayıram sizi, hər vaxtınız xeyir olsun. Salam, xoş gördük. Hər gününüz xeyir olsun. Təşəkkürlər. Jalə xanım, ilk öncə daha erkən dövrə istərdim elə nəzər salaq. Belə ki, Azərbaycanla Çin arasındakı diplomatik münasibətlər 1992-ci ilin aprelində quruldu. Xüsusilə vurğulamaq yerinə düşərdi ki, Azərbaycan-Çin münasibətlərinin inkişafı Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra daha da sürətləndi. Sualım budur ki, bu sürətlənməni vacib edən amillər hansılar idi? Təşəkkür edirəm. Hər birimizə məlumdur ki, bugün dünəndən etibarən ölkə prezidenti cənab İlham Əliyevin Çin Xalq Respublikasına səfəri başlayıb, yüksək səviyyəli görüşlər başlayıb və bu görüşlərdən danışmazdan əvvəl qeyd etdiyiniz kimi əlbəttə iki ölkə arasındakı münasibətlər, tarixi münasibətlər və ən azından Azərbaycanın müstəqilliyini əldə etdikdən sonra keçən dövr ərzində qurulan və inkişaf edən münasibətlərə qısaca da olsa toxunmalıyıq və çox doğru qeyd etdiniz ki, bu münasibətlər başlanğıcını Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən deməli xarici siyasət, uğurlu xarici siyasət təməlində inkişaf edib və bugünümüzə qədər gəlib çatıb və prezident cənab İlham Əliyevin də bugün Çin Xalq Respublikası ilə həyata keçirdiyi əməkdaşlıq siyasəti strateji bir siyasətdir. Bu siyasətin arxasında diplomatiya, eyni zamanda iqtisadi əlaqələr, mədəni sahədə əlaqələr dayanır, ticarət sahəsində əlaqələr dayanır və bu günlərdə dünəndən etibarən belə deyim ki, dünya ictimaiyyətinin də böyük bir diqqət mərkəzində olan bu səfər Azərbaycan və Çin münasibətlərində gələcək inkişafın ən yüksək tempinin başlanğıcı kimi də qiymətləndirilə bilər və artıq mətbuatdan da bizlərə məlum olduğu kimi ötən il Astanada strateji Çin ilə Azərbaycan arasında strateji tərəfdaşlıq bəyanatı imzalandı və bugün də birgə bəyanatın imzalanacağı bugün də birgə bəyanat imzalandı və geniş tərkibli görüşlərdə və 21 sənədin imzalanmasının hər birinin də arxasında əlbəttə ki, əməkdaşlığın perspektivləri dayanır və bütün bunlar hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinin daha da bir pillə yüksəlməsindən xəbər verir. Bugün Azərbaycan Çinlə beynəlxalq təşkilatlarda, Birləşmiş Millətlər Təşkilatında, Şanxay Əməkdaşlıq Təşkilatında və digər təşkilatlar çərçivəsində əməkdaşlıq
əməkdaşlıq edir və bir-birlərini dəstəkləyirlər və keçirilən yüksək səviyyəli görüşlərdə də bu məsələlərə bir neçə dəfə toxunuldu. Ümumiyyətlə qeyd etmək istəyirəm ki, Prezident İlham Əliyevin Çin Xalq Respublikasına çox yüksək səviyyədə qarşılanma tədbirlərinin özü Çinin Azərbaycana verdiyi böyük qiymətdir, diqqətdir və Azərbaycanın durmadan bölgədə və dünyada yüksələn nüfuzunun bir daha mən deyərdim ki, təsdiqinə dəlalət edir. Və görüşlərdə Çin Xalq Respublikasının sədri Azərbaycanın Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri müşavirəsinə sədrliyini məmnunluqla vurğuladı. Görüşlərdə hər iki ölkə bir-birlərinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiklərini bir daha bəyan etdilər hər iki prezident. Cənab Prezident İlham Əliyev vahid Çin siyasətini dəstəklədiyimizi bir daha bəyan etdi. Eyni zamanda Tayvan seçkilərini deyək ki, pislədiyini bildirdi. Hər iki ölkə terrorizm, ekstremizm və separatizmə qarşı birgə səylərlə mübarizə aparmaq əzmində olduqlarını bildirdilər. Daha sonra deməli Çin Xalq Respublikasının sədri Si Jinping Azərbaycanda ötən il keçirilən və böyük bir uğurla başa çatan, çox gözəl bir əks-səda doğuran COP29 tədbirlərinə toxundu və bunun üçün Prezident İlham Əliyevə təşəkkürlərini bildirdi. Görüşlərdə humanitar və mədəni sahə ilə bağlı məsələlərə toxunuldu. Eyni zamanda Cənab Prezident bir kəmər, bir yol layihəsi haqqında danışdı. Orta dəhliz vasitəsilə Çindən Avropaya gedən və yüksək deməli ticarət yüklərinin həcminin artdığı bildirildi və bu istiqamətdə əməkdaşlıq üçün yaxşı imkanların olduğu söylənildi. Yəni ümumilikdə belə deyək ki, Çin Xalq Respublikası ilə Azərbaycan arasında yaranan 92-ci ildən bəri yaranan Azərbaycan müstəqilliyini qəbul etdikdən sonra, tanıdıqdan sonra Çin Xalq Respublikasının yaranan və bugünə qədər də davam edən münasibətləri yaxşı əməkdaşlıq münasibətləri kimi qəbul edə bilərik, strateji əməkdaşlıq münasibətləri kimi qəbul edilə bilər və bir mənalı olaraq bu səfərdən sonra bu əməkdaşlıq düşünürük ki, daha sıx bir şəkildə davam edəcəkdir. Jalə xanım, bir mühüm məsələyə də, nüansa da istəyərdim elə diqqət çəkək. Çinin Azərbaycan həqiqətləri ilə bağlı sərgilədiyi mövqeyində xüsusilə diqqət çəkən məqamlar sizcə hansılardır? Biraz əvvəl qeyd elədik, yəni Azərbaycan zaten öz dəyişməz mövqeyini və iradəsini, ədalətli iradəsini bütün dünyaya davamlı olaraq həm bəyan edir, həm də bunu atdığı addımlarla istər iki tərəfli münasibətlərdə, ikili ölkə münasibətlərində, istər çox tərəfli münasibətlərdə bu mövqeyinə sadiq olduğunu davamlı olaraq bildirir, bəyan edir. Azərbaycan sadəcə ölkəsində deyil, bölgədə deyil, bütün dünyada ədalətin, sülhün bərqərar olunmasını arzu edir və bu mövqeyini də bir daha deyirəm ki, bütün dünyaya nümayiş etdirir. Elə ən azından biraz kənara keçəcəm, yəni mövzumuzdan. Bir neçə gün bundan əvvəl ADA Universitetində keçirilən forumda Prezident İlham Əliyevin toxunduğu bütün məsələlərə əgər diqqətlə baxsaq və izləsək görərik ki, Cənab Prezident bir diplomatiya portfeli yaratdı və bu portfelin içərisində Azərbaycanın bütün ölkələrlə münasibətləri, bütün qurumlarla münasibətləri və mövqeyi açıq şəkildə özünü göstərirdi. Və əlbəttə ki, Çin Xalq Respublikasının içində Azərbaycanı cəlbedici edən, çəkici edən birinci növbədə Azərbaycanda stabilliyin təmin edilməsidir, Azərbaycanda sülhün bərqərar olması və bunun və sülhün qorunması üçün dövlət tərəfindən atılan addımlardır. Azərbaycanın bir çox ölkələrlə, dünya ölkələri ilə iqtisadi strateji partnyorluq əlaqələrinin mövcud olması və inkişaf etməsidir. Bir çox dünya ölkələrinin Azərbaycanla strateji iqtisadi tərəfdaşlıq etmək arzusunda olması faktıdır. Və əlbəttə ki, Çin Xalq Respublikası kimi böyük bir ölkənin Azərbaycanla ticarət sahəsində
ondan sonra digər sahələrdə, iqtisadi sahədə, bərpa olunan enerji sahəsində əməkdaşlıq etmək istəməsi əlbəttə ki, bir daha düşünürük ki, elə birinci növbədə Azərbaycanın böyük bir uğurudur və Azərbaycanın sarsılmaz mövqelərindən xəbər verir və Azərbaycanı Çin Xalq Respublikası eyni zamanda doğru mübarizəsində terrorizmlə, ekstremizmlə, separatizmə qarşı apardığı mübarizədə dəstəklədiyini də çox açıq bir şəkildə bəyan etdi. Eyni zamanda hər iki ölkə ərazi bütövlüyünü və suverenliyin deməli bərqərar olması və qorunması prinsiplərinə də sadiq olduqlarını bildirdilər. Jale xanım, son sualımdır. Bu gün Azərbaycan Çin dostluq, strateji müttəfiqlik əlaqələri dünya siyasi arenasında necə qarşılanır, hansı reaksiyalar verilir? Biz bugün bilirsinizmi, dəyişən dünya nizamı çərçivəsində yaşayırıq. Bugün münasibətlər, dünya ölkələri arasındakı münasibətlər, müəyyən faktlar deyək ki, dəyişir, yeni aktorlar ortaya çıxır, yeni deyək ki, münasibətlər ortaya çıxır və belə deyək ki, dünya nizamı demək olar ki, tamamilə dəyişir və əlbəttə ki, hər gündə deyək ki, hadisələrə münasibətlər də dəyişir, ölkələr arası münasibətlərdə də deyək ki, yüksəlişlər, enmə hadisələri olur ki, biz bunların da hər birinin şahidi oluruq və ona görə də düşünürəm ki, Azərbaycanın doğru yolda olduğunu qəbul edən və Azərbaycanın qərarlarına, Azərbaycanın atdığı addımlara hörmətlə yanaşan, Azərbaycanın daxili işlərinə belə deyim ki, yeri gəldi, gəlmədi, qərəzli şəkildə qarışmaqdan çəkinən və sırf qarşılıqlı hörmət, ehtiram çərçivəsində addım atan ölkələr əlbəttə ki, bu münasibətləri də tədbir edirlər və edəcəklər. Düşünürük ki, Azərbaycanla Çin arasındakı münasibətlərin inkişafı ümumilikdə Avropaya da gedən belə deyək ki, yolların inkişafına gətirib çıxara bilər. Çünki orta dəhliz vasitəsilə bugün Çindən Avropaya gedən yüklərin bilirik ki, həcmi artıb və biz bu sahədə də əməkdaşlıq etmək üçün yaxşı imkanların olduğunu düşünürük və əgər ən azından bu sahədə biz əməkdaşlıq edəriksə əgər iqtisadi sahədə bunun özündən də bu əməkdaşlıqdan da nəticədə qazanan elə bu yüklərin gedib çıxacağı məkan olan Avropa və digər ölkələrdə ola bilər. Ona görə də bu münasibətlərin Çin-Azərbaycan iki tərəfli münasibətlərinin inkişafı və bu yöndə atılan addımlar düşünürük ki, bir çox dünya ölkələri, bölgə və dünya ölkələri üçün əhəmiyyətli bir məqam ola bilər. Jale xanım, mən sizə təşəkkür edirəm ətraflı məlumatınız üçün və ən əsası bizə zaman ayırdığınız üçün minnətdarıq sizə. Çox sağ olun, təşəkkürlər. Mən də sizə minnətdarım. Dəyərli dinləyicilər, xatırladıram ki, millət vəkili Jale Əliyeva CBC FM-də siyasi gündəmi dəyərləndirdi. Radiomuzun efirlərini dinləməyi və izləməyi unutmayın. Sağ olun, diqqətinizə görə minnətdaram.